Hekayə danışırıqsa stabil getməlidir. İndiki zamanda danışmalıyıq ya da keçmişdə danışmalıyıq. Belə olur, belə olur, belə olur, belə oldu, belə oldu, belə oldu. Bu bir. İkinci məsələ. Giriş məsələsi. Giriş sözləri. On a cold day ya da on a hot day. Bunu nümunə üçün yazmışam ha. Siz məsələn yaza bilərsiniz. Orada külək varsa küləkli bir gün idi. Məsələn çərpənli uçurma elə bir şəkil var idi hardasa. Çərpənli uçururdu. Ha küləkli bir gündə onlar düşündülər ki, yaxşı çərpənli uçurmaq olar. Yəni bir ide verək də, yaradıcı bir təsvirlər verək, əlavə bir şeylər. Ancaq şəkildə olanı görüb danışmaq və ya olmayan saçma bir şeyləri yazmaq da düzgün deyil əslində. Amma məsələn əlaqələndirib onunla əlaqəli olanı yazmaq olar. Məsələn tutalım ki, orada çimərlikdədirlər. Mən 100% bilirəm ki, yaydı və günəşli bir gün, isti bir gündür. Mən onu yazmağımda bir sakıncası yoxdur. Mənə bir səhvlik qazandırmaz da, düzdürmü? Ona görə rahatlıqla yaza bilərəm. Və ya da qışdan danışır, qartopu oynayırlar, qardan adam düzəldirlər və s. Bilirəm ki, soyuq qış gündür. Qar yağırsa zaten soyuqdur və qışdır. Burada yəni yalan danışacağımız bir şey yoxdur ya da səhv olacaq bir şey yoxdur. Aydındır? Necə başladıq dedik? On a cold day, on a hot day, on a cold winter day, on a cold winter morning, və yaxud da evening, qaranlıqsa evening deyə bilərik. Və yaxud da after school, məktəbdən sonra. Məsələn, kimsə məsələn baxırsan şəkillərdə, balaca uşaqdır, məktəbdə də gəlib nahar edir. Məktəbdən sonra o naharını edir, sonra ev tapşırıqlarını edir və şəklə görə dəyişir. Bunlar hər dediyim bütün şəkillərə aid deyil. Yəni bir ideya olsun deyə deyirəm sizə. Və yaxud da ağlımıza heç nə gəlmir. Baxırıq şəklə ki, mən bunu nə deyim? Bilmirəm, yazdı, qışdı, payızdı, heç bir tüyo verməyib da bizə. Mən bura nə yaza bilərəm? Bir dəfə, bir gün. Və uşaqlar, introduction versiniz istəyir, yəni məğzi olsun. Ən belə deyim də çox nə qədər söz yaza biləcəksiniz, o qədər yaza bilərsiniz. Məsələn, on a cold day yerinə on a cold winter day. Baxın, bunda 1, 2, 3, 4, 5 söz var. Amma bunda 1, 2, 3, 4 söz var. Gördünüz? 5 söz olanı yazın. 3 söz ehtiyatı çox olsun. Yəni tez bitsin say. Ona görə. Amma söz yerində eləməyin də təbii ki. Once bir dəfə, one day, bir gün və yaxud da tutalım ki, orada ad günündən danışır. Deyirsən, girişi belə verirsən ki, Sarah üçün, məsələn, filankəs üçün xüsusi bir günü idi. Çünki onun ad günü idi. Nə bilim nə deyib, başlayıb artıq məğzi danışırsın. Və yaxud da 2 dənə uşaq orada nəsə hazırlayırlar, sonra gedirlər, məsələn, onu kiməsə göstərirlər, nə bilim nə. Onların ağlına bir ideya gəlir. Və başlayırlar bunu hazırlamağa, bunu belə hazırlayırlar, bunu elə eləyirlər, bir giriş deyək də. Və yaxud da 2 dənə uşaq orada yemək pişirir. Onların ürəyi sıxılırdı, fikirləşdilər, gəlin gedək yemək pişirək və başladılar, bunu elədilər, onu elədilər deyib giriş veririk. Və yaxud da bunu etməyə qərarı aldılar, decide to do something, filan şey etmək qərarına gəldilər, decide to do something. Və yaxud da want to do something, bunu etmək istədilər, want istəməkdir, do etməkdir. Aydındır mı? Bu bizim introduction'ımız, giriş cümləmiz. Sual var mı? Yoxdur. Və conclusion. Conclusion sonlandırma deməkdir. Hekayə oxuyanda əvvəli girişdən başladı. Sizə məğzi danışdı ki, bu oldu, bu hadisə oldu, bu belə oldu, o elə oldu, danışdı. Sonla bitir də, düzdür uşaqlar. Nəsə bir sona çatır. Sonda deyir ki, onlar əbədiyyən xoşbəxt oldular nağıllarda deyir və yaxud da deyir ki, bu şeylər oldu və o çox xoşbəxt oldu. Və bu, məsələn, getdilər gəzməyə, nə bilim, günündən zövq aldı və yaxud da o çox yemək hazırladılar, axırda desək, o çox dadlı idi. Yekunlaşdırmaq lazımdır. Biz yarımçıq qoyuruq çox. Mən öz tələbələrimdən görürəm. Sən hekayə yazıb, axıra çıxmır. Deyirəm, sonra. Yəni sonda nə olur deyəndə? Sonu yoxdur yəni. Yaza gedib elə. Axıra hekayənin sonuna çıxmaq olmur. Niyə eləyir uşaq? 3 dənə, 4 dənə cümlə yazır, 2-ci şəkil yazır, 3-cü şəkil yazmaq söz tapmır. Çünki 3-cü şəkil yaradıcılıqdır. Bu ilə bitir. Sonda nə olur? Sevinirlər, xoşbəxt olurlar, xoşbəxt hiss eləyirlər. Zövq alırlar günlərindən. Dadlı idi, qəşəng idi, maraqlı idi, çox qəşəng gün idi və s. Adjektivlə birləşdirib bir cümlə yazmaq. Aydınmı? İndi qayıdıram bu hekayəyə. Gəlin bu hekayədən, hekayəni quraq, ingiliscə tərcümə edək. Baxın, hekayəyə baxıram və rəngləndirmək üçün özümdən əlavələr eləməliyəm. Deyirəm ki, isti bir yay günü idi. Necə deyə bilərəm buna? İsti bir yay günü idi. It was a hot summer day. It was, mən keçmişdən qurdum. Siz istəsəniz indiki zamanını qura bilərsiniz. Amma axıra qədər indiki yetməlidir. Keçmişdən başlayırsa, keçmiş yetməlidir. İsti bir yay günü idi. It was, pardon. Ekran görsək yəqin. It was a hot summer day. Uşaqlar ailəsi ilə birlikdə çimərliyə getmək istədilər. Uşaqlar, cümləni quraq uşaqları kömək edin mənə. Uşaqlar ailələri ilə birlikdə çimərliyə getmək istədilər. Birinci mübtədanı tapırıq. Kim uşaqlar? The children. The children. Uşaqlar ailələri ilə birlikdə çimərliyə getmək istədilər. Xəbər tapmalıyıq. Nə etdilər istədilər? Wanted. Nə istədilər? Getmək. To go
to the beach. Ailələri ilə. İlə nədir? With their family. İndi necə davam eləyək? Çimərliyə getdilər. Girişi verdik. İndi əsas olay nədir? Əsas olay budur ki, onlar bununla qala düzəldirlər. İndi o uşaqlara ad da verə bilərik. Məsələn, Kate and John. Məsələn, John. Qərara aldılar ki, qala düzəlsinlər. Kate və John qərara gəldilər ki, qala düzəlsinlər. Qərara gəlmək nə idi? Bayaq dedim. Decided to make a castle. Qala hazırlamaq, qala düzəltmək. Sand castle deyək də. Sand castle. Başlayın. Bundan qala düzəltmək qərarına gəldilər. Deyək ki, onların bu kimi çimərlik ləvazimatları var idi. Necə deyərik? Onların kürək, vedrə və müxtəlif şeyplər olur. Qumdan nəsə hazırlayırlar, qəliblərin içinə salırlar, bəzəklər falan. Və bayraq da var da, hətta onu da deyə bilərik. Gəlin birlikdə burağın. Onların var idi, onlar sahib idilər. They had, nələri var idi? Çimərlik ləvazimatları deyib, sonra sayasıyıq. They had, uşaqlar, ümumidən xüsusiyə nümunə vermək deyə bir şey var. Onların var idi çimərlik ləvazimatları, beach items, such as. Onların çimərlik ləvazimatları var idi, such as, bu kimi deyib sayasıyıq. Shovel, kürək, bucket, vedrə, sonra nə var idi? Shapes, figurlar, bir dəqiqə, shapes, səhv yazdım mən. Shapes, flag, bayraq, sonra nə dedik? That's all. Deməli, they had beach items such as shovel, bucket, shapes and flag. Neynədilər? Birinci vedrəni qum ilə doldururdular. Necə deyərik? Onlar vedrəni qum ilə doldurdular. Onlar, they, doldurdular. Filled, nəyi doldurdular? Vedrəni. The bucket, gördünüz, tamamlığı yazdı. Nə ilə? Qum ilə. With sand. Qum ilə doldurdular. Sonra onu ağzı aşağı çevirdilər. Sonra nədir? Uşaqlar, after da sonradır, tamam. Bəlkə onu düşünürsünüz. Amma after nədənsə sonradır. Amma danışanda olayları bir-birini ardıcıl demək üçün zəndən istifadə edirik. Məsələn, sonra bu oldu, sonra oldu, then, one şey happened, then sonra nə edədilər? Then they turned the bucket upside down. Upside down ağzı aşağıdır, tərsinə. Okay. Then they turned the bucket upside down. Sonra bir dənə şəkilə baxım, görüm ağlımıza nə gəlir. Okay. Qala hazır olanda üzərinə bayrağı qoydular. Nə vaxt ki sandcastle hazır olur, nə vaxt ki cümlələri when-lə başlayır. Nə vaxt ki when. When the sandcastle is ready, they put the flag ən təpəsinə deyək də, deməli, on the top of it. Onun ən zirvəsinə. On the top of it, it burada onun deyəndə, yəni nəyi? Qalanı nəzərdə tutur. Sadəcə orada sandcastle orada təkrar eləməmək üçün it verdim. Onu on the top, ən zirvəsinə put the flag qoydular. Bayrağı qoydular. Şəklə baxaq yenə. İndi özümüzdən biraz əlavələr eləyək ki, tez yekunlaşmasın. It was amazing. Möhtəşəm idi. It was amazing. Möhtəşəm idi. Onlar çoxlu əyləndilər. They had fun a lot. They had fun a lot. Çoxlu əyləndilər. Və
Sonda evə getdilər. Sonda əşyalarını götürüb evlərinə getdilər. Sonda necə deyərik sonda? At least. At least yoxsa at last? At least. At least ən azındandır. At last nəhayət, sonda demək. Finally deyək gəlin. Finally they took their things and left the beach. Finally, they took their things and left the beach. That's all.